Deməli, əziz tələbələr, 9-cu sinif imtahanı çox güman ki, aprel ayında olacaq. Bütün zonalar üzrə. Həm 1, həm 2, həm 3. Və 9-cu sinifə düşə biləcək mövzuların adları və hərəsindən neçə düşəcək. Məsələn, müxtəsər vurma düsturları və vuruqlara ayırma. Buradan başlayayım. Aydındır ki, bir dənə sual düşəcək. Bir həddi və ya çox həddi, bir həddinin dərəcəsi, çox həddinin dərəcəsi nədir? Bir həddi və çox həddi üzərində sadələşmələr, bir həddlərin hasili, çox həddlərin cəmi. Bu tipdə bir sual. Ayrıca bir sual buradadır, bir sual buradadır. Həqiqi ədədlər, ədədin tam və kəsir hissəsi, ədədin modulu və s. və ilə axır. Bir sual da buradadır. Adi və onluq kəsirlər. İndi burada biraz təhlükə var. Adi onluq kəsirlər çox güman ki, tənliyə gətirməklə məsələ həllinə gətirilib çıxacaq. Yəni, bunu ilə bu mövzu inteqrasiya olunacaq. Yəni, birləşdirəcəklər də. Yəni, adi kəsir olmayacaq deyək ki. Məsələ ilə adi kəsirim nəyə olacaq? Birləşməsi. Aha. Natural ədədlər ayrıca bir dənə sual olacaq. Kvadrat kökləri ayrıca bir dənə sual olacaq. Rasional ifadələr nədir? Məsələn, belə bir suallar olur da, 3 bölüncüsü 3x vurulsun 9x kvadrat məsələn. Böl 6. Bunu sadələşdirin. Belə bir şey olacaq. Çoxluğa aid bir dənə. Çoxluğa aid bir dənə. Ehtimala aid məsələ bir dənə. Bir dəyişənli tənlik, xətti tənlik. Bir dənə adicə tənlik kim olacaq? Və ya bunu inteqrasiya edəcəklər nəyə? Tənlik qurmaq yolu ilə məsələ həlinə. Yəni, sən tənlik quracaqsan. Çox güman ki, bir dənə Viet teoreminə ya kvadrat tənliyə aid sual olacaq ayrıca. Bir dənə də tənliyin özünün qurulmasına aid. Yəni, soruşarsınız ki, Süleyman mənim ümumi 25 dənə sualdır. Sənsə suallarımın sayı 25-i keçir, indi toplasaz. O deməkdir ki, o inteqrasiya edəcək, birləşdirəcək. Sistem tənliyi bir dənə mövzu olacaq. Bu çox güman, adi sistem tənliyi olacaq, çox güman. Amma nə edə bilərlər? Açıq sualda sistem tənliyi ilə nəyi birləşdirərlər? Məsələ həllini yenidə birləşdirirlər. Bərabərsliyə aid bir dənə sual olacaq. Funksiyaya aid bir dənə sual olacaq. Qeyd edək ki, funksiyaya aid sual açıq izahlıya da düşə bilər. İzahlı açığa düşə bilər. İndi deyəcəm də 4 dənə sual mənim proqnozuma görə nə düşəcək deyəcəm. Üçbucaq bir dənə sualla olacaq. Çevrə və dairə. Bir sual olacaq. Çevrə və dairə. Bir dənə sual buradandır. Dördbucaqlılar, bu poleqramdır, romdur, trapesiyadır, kvadratdır və çox bucaqlılar, qabarıq çox bucaqlı. Ona aid bir dənə sual. Bir dənə də sual fiqurların sahəsinə. Uşaqlar, fiqurların sahəsi ola bilər üç bucağa da aid olsun. Ola bilər dördbucaqlılara da aid olsun. Yəni, fiqurların sahəsi dairənin də sahəsi ola bilər. Ümumi bir sahə anlayışı. Amma bir sualımız olacaq oradan. Dəqiq. Sonra, koordinatlar metodu çevrənin tənliyi. Koordinatlar metodu çevrənin tənliyi bir sualımız var. Çox güman ki, çevrənin elə tənliyi keçənləri səhv etmirəmsə 2025-də açıq suala düşür. Çevrənin tənliyi, izahlıya. 4 dənə sualdan biri olur. Çevrənin tənliyi bu formada olur, əgər kanonik formadan danışırsınızsa. Y çıx, Y0-ın kvadratı bərabərdir R kvadrat. Belə bir anlayış var idi. İndi onu çıxardacaq. Oxşarlıq və ya simmetriya. Oxşarlıq və ya simmetriya. Buna da aid bir dənə sual düşəcək. Kub və paralelepipedə aid bir sual düşəcək. Faizə aid məsələ həlli. Bir sual düşəcək. Tənasüb qurmaq yolu ilə məsələ həlli. Ona aid bir sual. Yəni, bu da buna inteqrasiya edə bilər. Məsələn, ən çox belə deyək də, 4 dənə məsələ olacaq sizdə. 4 dənə. Amma bu 4 məsələ ola bilər tənasüblə olsun, ola bilər faizlə olsun, ola bilər adi onluq kəsirlə olsun. 4'ü gələcək. Yəni, qaçanmayacaqsınız. Və o 4'ündən də biri mütləq və mütləq hardadır? İzahlı açıqdadır. Biri 100% izahlı açıqdadır. Məsələn, 2024'də izahlı açıqlardan biri adi kəsirlə məsələ həlli idi. Biri üçbucağı idi. Biri tənlik qurmaq yolu ilə yenə də məsələ həlli idi. Fikir verirsiniz 2 dənə məsələ. Biri də çevrənin tənliyi. Deməli, 4'ündən biri üçbucaqla çevrənin tənliyi düşmüşdü. İkisinə düşüb adi onluq kəsirə aid məsələ və adi tənlik qurmaq yolu ilə məsələ həlli. Yəni, qaçanmayacaq. Məsələ 4 dənəmiz varımızdır. Sadəcə onun ikisi, burada baba bu ikisi hardadır? İzahlı açıqdadır. Uşaqlar, məsələn, mən yazmışam 3 bucağı məsələn 2024-də salıblar.
Məsələn, dəyişib üçbucağın yerinə funksiya salmaq olur. Orada problem yoxdur. Dəyişməz olan bir dənə şeydir. Oram nəyin düşməsidir? Məsələnin. Məsələ ola bilər ki, adi onluq kəsirin olmasın, ehtimalın olsun. Bu da düşə bilər. Məsələ düşəcək. Aha, buyur. Açıq suallarsız, əziz tələbələrim, 9-da 5 almaq mümkün deyil. Hərəsi səhv etmirəmsə 6.7 ilə 6.8 arasıdır. Aha, 6.8-dən saysan 4 dənəsini yazmadım, vəssalam. 5 söhbəti bağlanmışdır. Yəni, orada ən azı biri yazılmalıdır. Biri yazsan 77 nə qədər olur? Yəni, 75-dən 5 almaq olur da. Deməli, prinsip nədən ibarətdir? Yaxşı, mən dedim ki, nə düşəcək? Soruşarsan, Süleyman müəllim, onsuz da sən nə düşəcəklərini indi bizdə kommentlərdə də bildirirlər ki, Süleyman, onsuz da Dövlət İmtahan Mərkəzi paylaşıb. Çox gözəl. Dövlət İmtahan Mərkəzi nə düşəcəyini paylaşıb, amma sualların sayını paylaşmayıb və bir də nəyi paylaşmayıb? Strategiyamız. Nə etməlisən? Birinci addım, maksimal nəticə əldə etmək istəyirsənsə, ən çox fikir verməli olduğun iş nədir? Məsələlər. Bu birinci. Bütün hamı məsələləri birinci fikirləşməlidir. Çünki bilir ki, məsələsiz 5 ala bilməyəcək. O yaş məsələsi ola bilər. Məsələn, suallardan birini oxuyum. İsbət hər gün eyni qədər kitab oxumaqla, eyni qədər də səhifə oxumaqla kitabı 15 günə bitirib. Lakin o nəzərdə tutulduğundan 3 səhifə çox oxusa 10 günə bitirər. Bu ədəd məsələləri idi biz işlədiyimiz. Eləmi? Ola bilər. Deyə məsələn, motorlu qayığın axınla sürəti 20.4-dür, axına qarşı 15.6-dır. Çayın sürətini tap. Bu da nə məsələsidir? Kater məsələsidir. Həll tələb eləyəndə addımlar necə yazılmalıdır? Bunun üçün, uşaqlar, məşq eləmək üçün yanvarın 1-dən etibarən bizim 9-larımızın sınaq qrupları olacaq. 50 dənə sınağımız hazır vəziyyətdə yerləşdirilib, bütün mövzular daxil. İndi deyərsən ki, Süleyman, sən bütün mövzuları yekunlaşdırmayacaqsan. Aydındır ki, yekunlaşdırmayacaq yanvarın 1-nə. Amma sən otur birinci vicdanlı şəkildə. Götür bizim sınaq qrupundan. Tutaq ki, 25 sualdır, 20-sini keçmişik, 5-i qalıb, 15-ini keçmişik, 10-u qalıb, çox gözəl. 15-in düz yaz, 10 dənəsinin də izahına məndə videoda bax, onu da özün üçün qeyd elə və bunu mütəmadi elə. Hər dəfə elə. Hər dəfə eləyəcəksən, yazacaqsan. Mən necə deyirəmsə eləsi də düşəcək. Yəni, o da olsa başqa yolu yoxdur. Nə deyiriksə, o da düşəcək. Ancaq 50 dənə sınaqda, hərəsində də təkrar getmədən 25 sualdan qeyd edirəm ki, mənim də sınaqlarım asan deyil. Asan suallar, yəni asan sınaqlar eləməmişik. O sınaqları 100 yazırsansa, gedib şeydə də nə edəcəksən? Bu imtihanda da 100 yazacaqsan. Bu heç. İndi soruşursunuz ki, deməli, nə etməliyik? Bir strategiyamız sınaqları işləmək, ikinci strategiyamız mövzuları qeyd edirsən. Bu vaxta qədər, məsələn, indi mən sizə funksiyadan olan mövzunu işlədəcəm. Tutaq ki, funksiyadan nə sual düşür bu vaxtacan? Bütün sualları özün üçün aydınlaşdırırsan, onun söhbətini bağladın. Bunların hamısının PDF-i var bizdə, bütün mövzuları. Məsələn, indi bunları da sınaq qruplarımıza atacağıq. Bir həddi və çox həddidən bu vaxtacan nə düşüb? Hamısına baxırsan, özün üçün hamısını aydınlaşdırırsan və başa düşürsən ki, mən yazacağam. Belə, burada cəmi 24 dənə mövzudur. 24 dənə mövzunu aydınlaşdırdım. Nəyin ki 24 dənədir? Məsələn, tənasüblə mən faizi bir vərəqdə vermişəm. Tutaq ki. Bunlar birdir. Ona görə də belə deyək. Burada daha azaltmaq olar. Düzdür, bunlarla azaltmaq olmayacaq. Fiqurların sahəsini azaltmaq olar. Onsuz da ya dördbucaqlının, ya çevrənin, ya dairənin içində verəcək. Biri çoxdur, böyüdür. Əvəzləyəcək. Qısası, laf deyək ki, 24 dənə mövzunu işlədin. Hamısı varmı bizdə? Var. Keçən dəfə də birini işləmişdik deyə bunlara aid. İfadələrin sadələşməsinə aid. Bu tərzdə işlədin. Qısası bir də təkrarladım. Strategiyan nə oldu? 1. Sınaqları işlə, səhvlərin üzərində işlə. 2. Mövzular üzrə düşən sualları hamısını işlə. 3. Müəllimin videolarına bax, izah videolarına. Qutardı getdi. Ona da tam nəticə əldə eləmək olar. Dayandırdıq. İndi